Xətrinə dəyməsin, amma bu video sənin üçün yox, rəfiqən üçündür. Onu takip etməyi və videonu ona göndərməyi unutma. Baxaq görək, yaxın zamanda onu nələr gözləyir. İlk kartı seçən insanlar sizi gerçək bir eşq gözləyir. Yaxın zamanda həqiqi sevgilini tapacaqsınız. Ya da sevgi həyatınızla bağlı sizə xeyirli, müjdəli, sizi sevindirəcək xəbərlər var. Və ikinci kartı seçən insanlar ölü təqlid etməyi, yəni geri çəkilməyi, bir şeyləri heç yaşamamış, heç görməmiş kimi davranmağı bacarın. Bax, indi bunun zamanıdır. Sanki heç yaşamamısınız kimi geri çəkilin. Və nəhayət, üçüncü kartı seçənlər ailə ilə bağlı, evlə bağlı, münasibətlərlə bağlı problemləriniz varsa, yaxın vaxtda hüzura qovuşacaqsınız.